Deməli, Balakən şəhərində mərkəzdən 3-4 dəqiqəlik məsafədə belə bir ev satışa çıxarmışıq. Standart olaraq 4 sot torpaq ilə içərini də göstərəcəm. Çox qəşəng tikilmiş evdir. İçərisində təxmini olaraq 300-400 dənə belə kərpiç də veriləcək Allahın izni ilə. Mən qiymət deyəndə inanmayacaqsam, həqiqətən o qiymətə verilir. Tam qubça paket hamısı yerindədir. Yəni makrel tikən ev deyil. Mən bu sözümdə kimsə başa düşməsin. Yəni makrellər tikən ev deyil, pis olmur. Allah'ın olsun rayonda həmkarlar var ki, bu işlə məşğul olur. Çox qəşəng də möhkəm tikirlər, amma bunu buranın sahibi özü şəxsi tikdiyi evdir ustalarla bir yerdə. Baxın belə yuxarısında qəşəng bahalıdır dam örtüyü. Gördüyünüz kimi bahalı dam örtüyündən istifadə olunub. Belə bahalı dəmir seyf qapısı. Otaqları Allah'ın iznində boldur və hazır bir şey qeyd etmək istəyirəm ki, kanalizasiya xətti hazır çəkilib, qazılıbdır, betonların üstü örtülübdür. Baxın belə başlayayım buradan. Belə sol tərəfdə. Və yerə bir dənə baxın. Baxın tikilişinə baxın. 2 qat daşdan kubikdən istifadə olunub. Baxın. Yer qəşəng. İstəyək ki, belə betondur, hətta armaturlarla tökülüb ha bu. Çox möhkəm geniş otaqları var. Belə göstərim. Burada bir dənə belə otaq. Bura balkonudur. Gördüyünüz kimi. İndən deyirəm, deyəndən sonra otaqlara baxın. Qiymət cəmi 40 minə təklif olunur. 40 min manat. Bu bayaq gözlənib qapı idi. Girişdə, yəni ki, belə bir dənə uzun dəhliz, yəni koridor deyək. Sağ tərəfdə bayaq göstərdiyim ərazidir. Geniş, çox geniş olacaq, çox geniş otaq. Yuxarılarına baxın. Gördüyünüz kimi beton kəmər çəkilib, tökülüb. Küncləri də kolonlardır. Baxın, buraya qəşəng aynəbənd edə bilərsiniz, cam balkon edə bilərsiniz, yəni aynəbənd edə bilərsiniz qəşəng. Keçim digər otaqlara. Burada sağda da bir dənə həmçinin qəşəng, geniş otaq. Baxın belə, künclərə baxın. Kəmər tökülüb. Burası sanitar və sanitar qovşağı və sanuzel üçün ayrılmış yerdir. Buranı da mətbəx edə bilərsiniz, geniş. Baxın, belə göstərirəm. Doğrudan çox qəşəng və möhkəm tikilmiş evdir. Cəmi 40 minə. Tək bunun istəyək qarşısında bilsin nə qədər pul çıxıbdır Allahın izni ilə. Belə. Buranı göstərim. Gördüyünüz kimi. 4 sot torpaqla bir yerdə bu evin qiyməti 40 minə təklif olunduğu içində bu kərpiçlərlə qalacaq. Təbii ki, real müştəri olsa qiymətdə endirim eləyəcək. Əliqan Əfəndiyev küçəsi hara düşür? Hənəfə məktəbinə çatınca. Hənəfə məktəbinə çatıncadır və evə yaxın ərazilərdən marşrutlar keçir. Məktəbə olduqca yaxındır. Hər yerə yaxın yerdir. Qabaqca vağzalına çıxmaq olur buradan. Səhifədə nömrəmiz qeyd olunub, yazaq və zəng edə bilərsiniz. Selamun Aleyküm.